Mövzularda səhər-səhər soğuq motoru, aborotun oynaması, yanacaq sərfiyyatının artması, taxometrin oynaması, maşında alışma düzgün getmir. Bir çox səbəblər var. Bir neçə usta yanına yaxınlaşıblar, injektorlar yolub, sveçalar dəyişilib, benzin filtrindən belə həll olunub, amma maşında yaranan problemi göstərirəm sizə, baxın. Maşının arxa sərnikindən buraxır. Gör. Motordan yer bırakır. Düz karterin arasından. Düz maxavikin arasından, karotların arasından yağ üstü verir. Yani maşın hava çəkir. Maraqlı problemdir, əla problemdir. Dedim ki, biləsiz. Onun üçün birinci, ilk növbədə soğuk motora sumaq test olunmalıdır.